Hamda salam dostlar. Bu günləri axşam videosunu çəkəcəm. Toyuqlar üçün qabda yem aparıram. Axşam az da olsa yem verirəm. Hələ də işıq yandırıram. Baxın, baxmayın daha doğrusu. Neysə, içəri girdikdə içəri istidir. İçəri istidir. İndi bu günləri evdə olacağım. İndi baxacağım. Axşam biti, yəni qırmızı bit qalıbsa yoxsa yox. Baxaq. İndi bitlərə baxım mən. Baxın dostlar, görə bilirsiniz indi. Adi bit var. Adi toyuq biti. Dərman almışam. Sabah yəqin ki vururam. Bu günlər gecə oldu daha. Bundan sonra qazı göstərim sizə. Kürt qoyduğum qazı. Biraz vəhşi qazdır. Vəhşi dediyim təcrübəsizdir. Yumurtaların üstünə tullanır. Böyle sakit gəlib oturmur, yəni. Yumurtalar birini sındırıb. Özü də içində balı olan yumurta idi. Alıb qoymuşam toyuq oturan kürt oturan toyuğun altına. Bunun altında da toyuğun. İndi vaxtlar uyğun gələn deyil məncə. Baxın. Bunun altındadır. Bir tərəfi sınıb. Baxın. İçər pərdəsinə heç bir şey olmuyor. Bana görə qoydum altına. İnşallah heç nə olmaz. Çıxartarlar. 2-3 gün olar. Onun içində bana var. Bunun da az qalıb. Dəqiq bilmirəm amma nə qədər qalıbsa. Az qalıb axı. Bir 15 günə yaxın da oturur. Az qalıb. İndi bunlara dən atım. Dən atanda indi kürt oturan ördək və qazlar gələcək. Bu günlər cücələrə vitamini verdim. Baxın dostlar, bir də ördək durub gələcək. Başladı yuvasının üstünü bağlamağa. İçəridə baxın, qaz da başladı. Bax, qazın elə xəbər yoxdur. Ördəyə baxın, üstünü bağlayır yavaş-yavaş. O bağlayana yem də qutaracaq. Yerlər belə təmiz olandan sonra daha yaxşıdır. Baxın dostlar, durdu ördək. Böyle verdim yesinlər. Toyuq da bilmirəm, durmaq istər yəqin. Bu tərəfə boylanır. Bunu da çəkdim ki artıq devamlı olaraq video çəkirəm. Bu gün də video olsun. Cücələri də göstərim. Son vəziyyətin. Baxın dostlar, cücələr də böyüyüblər artıq. Amma daha böyüyüblər deyə çox batırırlar yerlərin. Ördəklər desəz, onlar daha da dəhşətdir. Daha da pisləyir buranın için. Onları 2 həftəyə olsuz, ya toyuq ya ördək hansı birinci çıxsa onları qoyacağım. İndi fikirləşirəm ki, ördəyi çıxartsa ördəyi 1-2 gün yeşikdə saxlayaram, orada dən suyun verərəm. Sonra bayra buraxaram. Ya da elə karabkada saxlayaram. Kürtü qoyaram bura. Sonra qazda həmçinin ördək kimi 1-2 gün saxlayıb yeşikdə buraxaram. Bayra, havalar da onlar çıxarsa inşallah, onlar çıxarana qədər isinəcək havalar.
heç nə olan deyil. Buraxacam bağa, otlayarlar. Özləri üçün gəzərlər. Ördəyin birinci ilidir, bilmirəm indi necə baxarsa. Erkek ördəklər baxmır balaya. Daha da döyür. Qazlar baxır, amma mənim erkek qazım baxmır. Bala döyür. Bilmirəm niyədirsə. Yəqin yaxşı qaz deyil. Bu il 2 və ya 3-cü ilidir. Yəni ikinci dəfə ata olur. Yəqin ki daha təcrübəli olduğu üçün daha döyməz balanı, mənim fikrimcə. Keçən illəri birinci dəfə ata olmuşdu. Ona görə bilmirəm vururdu mu balaları. Balalar atası erkeğin yanına gedirdi və dişləyirdi erkek. Ördək də əvvəllər erkeği var idi. İndi birinci ildir ki erkeği var ördəklərin. Çünki neçə ildə erkeği saxlamamışam. Ördəyin altında qaz və ya toyuq yumurtası qoyub çıxartmışam. İlk ildir neçə ildən sonra bunlar ördəyin erkeği var. İndi bilmirəm bu balaya baxansa. Məncə bu ördək çöl ördəyinə qarışıqdır. Çünki yaşılbaş ördəkdir. Hinduşka da fəaliyyətə davamdır. Yenə başlayıb toyuqları döyməyə, xoruzları və toyuqları. Bu hinduşka hələ də yumurtlamır. Biraz xam olsun deyə qarğıdalı verirəm. Qarğıdalı verəndə biraz tez yumurtlayır, xam olduğu üçün. Bu günləri toyuqlardan 4 yumurta aldım. Hələ artım yoxdur. Sıra gün 5 olmuşdu. O da ki sağ olsun toyuq havada yumurtladı. Bir toyuq yumurtlamır. Yeni gələnlər üçün deyim. Amma ki yuvada girib boş yer tutur boşuna. Burada üstü yeşilli yuvada oturmuşdu. Bir yumurtlayan toyuq da ki orada oturmaq üçün gəlmişdi. Baxın bu ağ toyuq gəlmişdi. Sonra onu yuvadan çıxartıp qoyanacam. Buradaydı o toyuq. Gələndə bu tərəfə uçdu. Yerə düşüb burada ısındı. Neyse uzatmayayım. 5 ədəd olub bir dəfə. Sonra 2 ədəd düşdü. İndi bu günləri 4 ədəd yumurta aldım. Yəqin ki yumurta düzürlər içində yumurta kanalı olur və içlərində bunlar vaxt yumurta düzürlər ki yumurtlasınlar. Buna görə 15 günlə 1 ay arasında bu vaxt uzanır. Sonra yenidən başlayırlar yumurtaya. İndi bilmirəm hansı toyuq. Limon dəqiq bilirəm ki yumurtlayır. Diğerlerini bilmirəm hansılar yumurtlayırsa. Limonun çünkü yumurtaların üstündə ağ nöqtələr var. Ondan bilirəm ki limonun yumurtasıdır. Toyuq, hinduşkalar və toyuqlar belə qanadlarını belə qaşıyır yəni. Bu da bit olduğunu göstərir. Sabah başlayayım bit dərmanı səpməyə və hava yaxşı olsa bəlkə toyuqları da çimizdirərəm. Xlorfos adlı bir bit dərmanı toyuqları çimizdirmək üçün onunla çimizdirərəm. İndi dəqiq yadımda yoxdur. Nənəmdən soruşaram ki neçə litre tökürdülər xlorfosu. Çünki nə vaxtdan da işlətmirəm. Dəqiq yadımda qalmayıb. Nə vaxtdan dediyim 1 ay olar. Dəqiq yadımda yoxdur. Hinə səpirdim deyə 2-3 litre töküb vururdum. Amma dəqiq nədə tökülürsə onu bilmirəm. Toyuqlar da yemin yeyib çıxdılar yatışa. Yatacaqlar indi birazdan. İşığını da söndürəcəm artıq. Aprelin 2-sidir. İşıqları da artıq yavaştan söndürməyə başlayacağım. Bu sırada çok hoşum gelir.
Nə deyirsinizsə, yapanka deyirsiniz, yapanka deyin. Kənd toyuğu deyirsiniz, kənd toyuğu deyin. Sakit toyuqdur, lap elə dəli toyuq deyil, o birisilər kimi. Özü gəlib adamın yanında çıxır adamın üstünə. Bu videoda bu qədər olsun. Gələn videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın və kanala abunə olub like atmağı unutmayın. Sağ olun.